Salam dəyərli müəllimlər, xoş gördük hər birinizi. Sertifikasiya imtahanı hazırlaşan ibtidai sinif müəllimlər üçün növbəti model sınaq onunla qarşınızdayıq. İlk 9 sınaq kanalda yerləşdirilib, baxmayan müəllimlər mütləq həmin sınaqları ardıcıl olaraq izləsinlər. Bildiyimiz kimi 19 iyunda növbəti sertifikasiya imtahanı keçiriləcək və bu sınaqları imtahana qədər ardıcıl olaraq izləmək, analiz eləmək sizə imtahanda böyük köməklik göstərəcək. Təbii ki, izahlarımızdan tək sertifikasiya hazırlaşan müəllimlər yox, eyni zamanda MİQA hazırlaşan ibtidai sinif müəllimləri ümumiyyətlə özünü təkmilləşdirmək istəyən bütün ibtidai sinif müəllimləri yararlana bilər, istifadə edə bilər. Vaxt itirmədən keçək suallarımıza, nizahına. Birinci sualımız 16-da 3 ədədini onluq kəsir şəklində göstərin. Bilirik ki, sertifikasiya 2025 proqramı çərçivə sənədi yenilənib. Orada onluq kəsirlər xüsusi olaraq qeyd olunub. Onluq kəsir şəklində göstərmək üçün biz sürəti sadəcə olaraq məxrəcə böləcəyik. Yəni 3-ü böləcəyik 16-ya. 3-ü 16-ya böləndə 0 dəfə düşür. 0. 3 bölünmür. Buraya 1 0 qoyur, tam ayırırıq. 16 3-ə. 30 16 bölünəndə, yəni 30-un içərisində neçədən 16 var? 1 dənə. 16 çıxırıq. Qalır nə? 14. Bölünmür 1 0 da qoyuruq. 140-ı 16-ya böləndə 8 dəfə. 8 dəfə 16. 8 dəfə 6 48. 4 yadda 128. 140-dan 128-i çıxanda qaldı burada 12. Bölünmür 1 0 qoyuruq. 120 16-ya 7 dəfə. 7 dəfə 16 112. 112-nin çıxanda qalır 8. Bölünmür 1 0 qoyuruq. 80 16-ya 5 dəfə 16 80. Demək 0 tam 4 dənə onluq işarələrinin sayı 4 dənədirsə, demək bu 10.000-də oxunacaq. 10.000-də 1875. Belə bir cavab harda var? C variantında. Başqa cür, demək müəllimlər, 16-da 3-ü biz onluq kəsir şəklində göstərmək üçün bunun məxrəcini elə bir ədədə tamamlamalıyıq ki, ya 10, 100, 1000, 10.000. İndi burada 116-ya bölünmür, 1016-ya bölünmür, 10.000-ə biz tamamlaya bilərik. 10.000-ə tamamlamaq üçün də bunun sürət və məxrəcini 625-ə vurmaq lazımdır. 625-ə. Bu ikinci belə deyək, alternativ bir qaydadır. 3 vurulsun 625. Niyə? Çünki 16-nı 625-ə vuranda alınacaq 10.000. Yəni 10.000-i 16-ya bölsəniz, görərik ki, alınar nə qədər? Demək 625. O zaman burada eləyəcək 10.000. Yazdıq bura 10.000. Burada da 3 dəfə də 625 eləyəcək nə qədər? 1875. Bu artıq belə düşünmək daha rahatdır. 10.000-də 1875 sıfırdır. Yəni bunun da nə olduğunu yəqin ki gördünüz. Növbəti ikinci sualımız həndəsədən bağlıdır. Sual olaraq sadə sualdır, amma sualın tərkibində faiz də var və artıq yenə də 2025 yenilənmiş çərçivə sənədinə faiz də yeni mövzu olaraq artırılıb. Düzbucaqlının eni və uzunluğu faizlə ifadə olunub. Eni uzunluğunun 40%-nə bərabərdir. Uzunluğunu bilmirəm, x götürsəm, eninin uzunluğunun 40%, x vurulsun 40 bölünsün 100. Ədədin faizini tapmaq üçün ədədə faiz göstərən ədədə vurub 100-ə bölmək lazımdır. Bunu da sadələşdirsək sıfırlar gedər. 0,4x alınır. Ona görə birbaşa enə biz 0,4x yaza bilərik. Əla. Artıq dördbucaqlımızın eni uzunluğu məlumdur. Perimetrdə verilib. Perimetr nəyə bərabərdir? Bu düzbucaqda 2-ni vuracaqsan en və uzunluğunun cəmini. 2 vurulsun x üstə gələk 0,4x bərabərdir 42-yə. Bu 1,4x bərabərdir 21 alınır 42-ni 2-yə böləndə. X-i bərabərdir buradan aldıq 15. Demək, dördbucaqlımızın uzunluğu 15-dir. Enini tapmaq üçün 0,4-ü vurarıq 15-ə. 0,4-ü 15-ə vuranda elədi 6. Demək, enimiz 6-dır, uzunluğumuz 15-dir. Bizdən sahəni soruşur. Sahəni tapmaq üçün eni zona vurmaq lazımdır. 6-nı vuracaqsan 15-ə. 6 dəfə 5, 30, 3 yadda 6 dəfə 1, 90. Doğru cavab elədi A variantında. Növbəti maraqlı suallardan biri sürət məsələsidir. Ata, ana və 2001-ci il təvəllüdlü qızları söhbət edir. Kimlərdən söhbət edir? Bunu qeyd edirik. Ata, ana və burada qeyd edirik qız. Bizə deyir ki, ata deyir, anan doğulanda mən sənin 2 yaşındaydım.
məsələyə hardan giriş eləmək lazımdır? Baxın, ana danışır. Atan doğulanda sənin dünyaya gəlməyinə 28 il var idi. Bu o deməkdir ki, ata qızından 28 yaş böyükdür. Qızın x yaşı varsa, atanın x üstəgələ 28 yaşı var. Bu necə alındı? Yəni bu cümlə necə başa düşdünüz? Niyə belə yazdı? Sualı yəqin ki, indi sizin ağlınızdadır. Bunu belə düşünək. Baxın. Tutaq ki, bu dəqiqə kimsə doğulub. Doğulanda neçə yaş olacaq? 0. Bir insan da doğulmağına, özümdən başqa bir nümunə gətirirəm sizə bunu başa düşməyiniz üçün. Bir insan da doğulmağına 10 il var. Bu 10 il var nə deməkdir? Doğulmağına 10 il var demək, hələ biz bunu mənfidən sayacaq da, mənfi 10-la. İndi bir 10 il keçdi. Bu adam 10 il doğulmağına 10 il varsa, demək 10 ildən sonra bu adam doğulacaq. Bunun yaşı olacaq 0. Bu 0 yaşı olan adam da olacaq 10. Gəldi bundan 10 yaş böyük oldu. Bəli, yəni məntiqi buradan ibarətdir. Keçirik sonra birinci cümləyə. Ata danışır. Anan doğulanda mən sənin indiki yaşındaydım. Ata, bax burada da yenə də vacib bir məsələ var. Anan doğulanda mən sənin indiki yaşındaydım. Qızın indiki yaşı nə qədərdir? X. Atanın da demək indiki yaşı nə vaxtsa X olub. Atanın indiki yaşı X olması üçün neçə il geriyə getmək lazımdır? 28 il geriyə getmək lazımdır. Demək 28 il öncə bu proses baş verib də, 28 il öncə bu proses baş verdiyindən, onda ananın neçə il yaşı var? Ananın bu dəqiqə hazırda 28 yaşı var. Yəni 28 il öncə ana doğulubsa, ananın indi neçə yaşı var? 28 yaş. Baxın, tənlik əslində qurduq. Bu yenə biraz sənin anlama bacarığındır. Cümlələri riyazi olaraq başa düşmək. Ata deyir. Demək, ana deyir ki, atan doğulanda sənin dünyaya gəlməyin 28 il vardı. Buradan rahat götürdük ki, ata qızdan 28 yaş böyükdür. İndi ata danışır. Anan doğulanda mən sənin indiki yaşındaydım. Gəlin baxaq. Anan doğulanda ana 28 yaşı var. 28 il əvvələ gedəndə atan yaşı x olacaq. İndiki yaşı da x olacaq. X-ə bərabərdir. Bəli. Bütün proseslər aydındır. Və bizə bunların cəminin 68 olduğu göstərilib. Toplayırıq. X üstəgələ 28, üstəgələ 28, üstəgələ x bərabər 68. 2x bərabər 56 eləyir. 68-dən 56-nı çıxanda qalır 12. X də bərabər 6. X-i bərabər 6 tapdıq. İndi bizə deyir ki, yuxarıdakı söhbət neçənci ildə edilib? Demək, qızın 6 yaşı var. Və qız da 2021-ci il təvəllüddür. 2021 yox, 2001. Demək, qız 2001-ci il təvəllüdlüdür və hazırda qızın 6 yaşı var. Demək, bu söhbət neçənci ildə baş verib? 2001-in üzərinə 6-nı gəlsək eləyər 2007. Doğru cavab B variantı. Növbəti suala baxırıq. Növbəti sualımız A borusundan 9 saniyəyə 36 litr, B borusundan isə 5 saniyəyə 25 litr su axır. Bu iki borudan birlikdə 15 dəqiqəyə neçə litr su axır? A borusundan 9 saniyəyə 36 litr su axırsa, 36-nı bölürəm 9-a, bərabər eləyir 4 litr. Bu 1 saniyədə A borusundan axan sudur. B borusundan isə 5 saniyəyə 25 litr su axır. Demək, 25-i bölərik 5-ə, bərabər eləyər 5 litr 1 saniyədə. Bu isə B borusundan axan sudur. Bizdən 15 dəqiqəyə neçə litr su axılır soruşulur. Əvvəlcə burada saniyə ilə verildiyinə görə biz bu 15 dəqiqəni saniyəyə çevirməliyik. Bilirik ki, 1 dəqiqəmiz bərabərdir 60 saniyə. O zaman 15 dəqiqəmiz bərabərdir 15 vurulsun 60. 15-i 6-ya vuranda 90. Sonda da bir dənə 0, 900 saniyə. 1 saniyədə ikisi birlikdə nə qədər axır? 4 üstəgələk 5 bərabərdir 9 litr. İkisindən 1 saniyədə 9 litr su axır. Bəs 900 saniyədə ikisindən birlikdə nə qədər su axacaq? 900-ü vurarıq 9-a. 9 dəfə 9, 81. Sonda da 2 dənə 0. Doğru cavab elədir, müəllimlər. D variantı. Və sualların hər biri, bunu qeyd edeyim ki, əvvəlki illərin MİQ və sertifikasiya imtahanında qəbula düşən suallar və həmin sualların alternativləridir. Yəni, rəqəm ədədi dəyişmiş. Və hətta eyni olan sualları da mən vaxtaşır olaraq izahlarımızda sizlərə təqdim edirəm. Növbəti sualımız 2 ədədin fərqi 28-ə bərabərdir. Böyük ədədi kiçik ədədə bölsək natamam qismətdə 3, qalıqda isə 2 alınar. Böyük ədədi tapın. 2 ədədin fərqi 28-ə bərabərdir. Bax, bu cümləni biz necə başa düşək?
Bunu sistem tənliklə də həll etmək olar. X və Y-lə dolayısı. Daha sadə bir dəyişənli tənliklə də həll etmək olar. 2 ədədin fərqi 28-ə bərabərdir. O deməkdir ki, ədədin biri o birindən fərq qədər, yəni bu 28 qədər böyükdür. Onda yazıram bura böyük ədəd, böyük ədəd. Burada yazıram kiçik ədəd. Kiçik ədəd. Kiçik ədədimiz x-dirsə, böyük ədədimiz x üstə gələ 28-dir. Niyə bunu belə yazdıq? Çıxanda x-lər gedir, yenə 28 qalır da. Fərq ümumiyyətlə riyaziyyatda bir ədədin digər ədəddən nə qədər böyük olduğunu göstərir. Sonra davam edirik. Böyük ədədi kiçik ədədə bölsək, böyük ədədimiz x üstə gələ 28-i, kiçik ədədə, yəni x-ə bölsək, bölünən bölən natamam qismət 3, qalıqda isə 2 alınır. Burada qeyd elədik 2. İndi bizdən soruşur ki, böyük ədəd tapın. Qalıqlı bölməni xassəsini tətbiq eləyəcəyik. Bölünəni tapmaq üçün x üstə gələk 28-i tapmaq üçün böləni natamam qismətə vurub 3 vurulsun x, üzərinə qalığı əlavə eləyəcək. Üstə gələk 2. Bu da sadə bir tənlikdir. Bu tənliyi həll eləyəcək. 3x eləyir. Bu x bu bir tərəfə keçəndə 2x, burada da keçir 26. Yəni 2x bərabərdir 26 alınır. X də bərabər 26-nı 2-yə böləndə elədi 13. X-i bərabərdir. Biz 13 tapdıq. Bizdən isə böyük ədədi soruşur. 28 üstə gələk 13. 28-in üzərinə də 13-ü gələndə müəllimlər elədi 41. Doğru cavab Y variantı. 6-cı sualımız. Bu sualda MİQ 2024-ün qəbuluna düşən sualdır. İmtahanda iştirak eləmənlər xatırlayır. Yəni bu və alternativi də sertifikasiya imtahanında iştirak eləyə bilərmi? Təbii ki, iştirak eləyə bilər. Eni 8 metr, həm də fəza fiquruna bağlı bir sualdır. Belə da edə bilərik. Fəza fiqurlarda 2025 sertifikasiya çərçivə sənədinə yeni artırılmış mövzular sırasındadır. Eni 8 metr, uzunluğu 15 metr olan hovuzu təmizləmək üçün bir gündə 100 kub metr suya 250 qram xlor tökülür. İndi 3 gündə 1800 qram xlor işlənibsə, hovuzun hündürlüyünü tapın. Biraz qarışıq gələ bilər şərt. Hissə analiz eləyəcək. Bizə deyir ki, 3 gündə 1800 qram xlor işlənib. Biz tapmalıyıq ki, bir günə neçə qram xlor işlənib? 1800-ü bölürük 3-ə bərabər eləyir 600 qram. Bu bir gündə işlənən xlordur. İndi bizə deyir ki, bir gündə 100 kub metr suya 250 qram xlor tökülür. İndi mən görək. 100 kub metr suya 250 qram xlor tökülübsə, bu bir gündə 600 qram xlor tökülən hovuzun həcmi nə qədər imiş? Sadə bir tənasüb quracağıq. 100 kub metr suya 250 qram xlor tökülübsə, buraya yazılır xlor. Neçə kub metr suya, x kub metr suya 600 qram xlor tökülüb? Və ya bunun 1 kub metrinə nə qədər gedər? 250-ni 100-ə bölüb 2,5 yazıb da tapa bilərik. Sadə tənasübdə qorxmaq lazım deyil. Bir də təkrar edirəm. 100 kub metrə 250 qram xlor tökülür normalda. Amma məndə hovuzuma bir günə 600 qram xlor gedib. Onda mən tapım görüm mənim hovuzumun həcmi nə qədərdir ki, bu bir günə 600 qram gedir. Çarpaz formada vuracağıq. 250x bərabərdir 100 vurulsun 600. Tənasübü biz faizdə, sürətdə, ümumiyyətlə bütün tiplərdə istifadə edirik. Burada bunları da böyük ədədləri vurmağa ehtiyac yoxdur. Mərhələli ixtisardan istifadə eləməliyik. Sıfırlarımız gedəcək. 25, 25'ə 1, 125'ə 4. X də bərabərdir 4'ü 60'a vuranda 240 nə? 240 kub metr. Əla. Demək, mən hovuzumun həcmini tapdım. Hovuzumun həcmi 240 kub metrmiş. Hovuz da təbii ki, düzbucaqlı paralelipiped, digər adı kuboid formasındadır. Belə bir tutaq ki, hovuz olsun. Baxın. Bu hovuzun ölçülərini artıq biz tapdıq. Hovuzumuzun eni 8 metrdir. Bura 8 metrdir. Uzunluğu 15 metrdir. Eni də, hündürlüyü də bilmirəm, x. Həcmi də 240'dır. Həcm nəyə bərabərdir? 3 ölçünün bir-birinə vurulmasını. 8 vurulsun, 15 vurulsun, x bərabər 240. Yəni 3 ədəd nə olub ki, bir-birinə vuranda 240 eləsin. Bu da 8-15'ə vuranda 120x bərabərdir 240, x də bərabər 2. Demək, bizim hovuzumuzun hündürlüyü 2 imiş ki, 3 ölçünü bir-birinə vuranda
240 kub metr eləyir. Növbəti 7-ci sualımız sürət məsələsi olan katerlə bağlı olan bir nümunədir. İki körpü arasındakı məsafə 75 kilometrdir. Kater bu məsafəni axınla 3 saat. Axınla dediyimiz sürətlər cəmidir. Yəni bizim çayın istiqaməti bu istiqamətdədirsə və bunun üzərində kater hərəkət edirsə, katerin istiqaməti bu istiqamətdədirsə, sürətlər toplanacaq. Yəni kater üstəgələk çay olacaq. Və 3 saata gedir. O zaman məsafəni S-i bölərik zamana 25 kilometr bölünsün saat. Bu tapdığımız 25 kilometr bölünsün saat kater və çayın sürətləri cəmiymiş. Yəni kater üstəgələk çay bərabər 25. Bu informasiyanı qeyd elədik bura. Digər bir cümlədə isə salın 15 saata getdiyi göstərilib. Sal dediyimizdə bir odun parçası, bir taxta parçası kimi düşünə bilərik. Suya atanda, çaya atanda ancaq və ancaq çayın öz sürəti hesabına hərəkət eləyir. O zaman 75-i bölərik 15-ə bərabərdir 5 kilometr bölünsün saat. Salın sürəti dediyimiz çayın sürətidir. Salın sürəti 5 kilometr saat, demək çayın sürəti də bərabər ilə 5-ə. Gətirib burada yerinə yazıb katerin sürətini rahatlıqla tapa bilərikmi? Bəli. Kater üstəgələk çayın sürəti 5-dir. Buradan bərabərdir 25 yazaq. Kateri bərabər 20 kilometr bölünsün saat. Çayda onsuz da tapmışdıq 5 kilometr bölünsün saat. Məsələmiz hazırdır demək olar ki. Bizə deyir ki, kater iki körpü arasındakı məsafəni neçə saata gedib qaydar. Getdiyi onsuz da bizə göstərilib. 3 saata gedir. Qayıtmağı da, diqqət edəcəyimiz məqam nədir? Ümumiyyətlə bir məsafə kater məsələsində gediləndə axın ilədirsə, qaydanda avtomatik olaraq axına qarşı olacaq. Əksinə, gedəndə axına qarşıdırsa, qaydanda axın ilə olacaq. İndi burada gedəndə axınla olub, qaydanda demək axına qarşı olacaq. Axına qarşı da sürətlər hər zaman bir-birindən çıxılır. Yəni axına qarşı küləyə qarşı kimi düşünə bilərik. Eyni məsafədən söhbət gedir. 75-i böləcəyik. Bunların sürətləri fərqinə, yəni axına qarşı. 75 bölünsün. Katerin sürətini biz az öncə 20 tapmışıq. Çayın sürəti 5-dir. 20-dən 5-i çıxırsan 15. 75-i də 15-ə böləndə elədi 5 saat. Çaşıb 5-i götürməyin. Bizə demir ki, neçə saata qaydar deyil. Gedib qaydar. 3 saat bunun getdiyi idi. 5 saatda qayıtdığı idi. Cəmi 5 üstəgələk 3 bərabər 8 doğru cavab elədim. C variantı. Növbəti bir sualımız. Mağazada ayaqqabıların hər biri 28 manata satılırsa 140 manat gəlir əldə edilər. 22 manata satılırsa 40 manat ziyan onlar. Mağazada neçə ayaqqabı var? Bilmədiyimiz məhsulu hər zaman X qəbul edirik. Mağazadakı ayaqqabıların sayını mən X götürəcəm. X. Hər biri 28 manata satılanda, məsələn 5 ayaqqabı varsa, 5 28 manata satılanda eləyir 5 28-ə vurarıq. Yəni bir ayaqqabının qiymətini satdığın qiymətə vuracaqsan. Sayını birinin qiymətinə vuracaqsan. Bu elədi 28x. 140 manat gəlir. İndi müəllimlər dərhal burada üstəgəl 140 yazacaq. Bax, yenə də yazanda cavab gəlir prinsip olaraq düz çıxacaq. Bir tərəfdə toplama, bir tərəfdə çıxma yazdığınıza görə. Yazı olaraq düz çıxacaq. Amma yəni o sualda şərtdə onu elə qrup düşürürsünüzsə, demək düşüncəniz səhvdir. 140 manat gəlir əldə edilir. Mən istəmirəm gəliri. Yəni mən gəlir istəmirəm. İstəyirəm ki, bu gəlir olmasın. O zaman öz qiyməti olsun, tutaq ki, maya dəyəri kimi. Onda bu 140-ı çıxacam burada. Gəlir. 22 manata satılarsa, indi 22 manata satılanda 22x olacaq. 40 manat ziyan. Normalda ziyan çıxırdıq. İndi biz burada ziyanı qarşılayacaq. Yəni ziyan olmasın. Üstəgələk 40. İndi siz bunu amma yazanda nə qədər müəllim tərsini yazacaq. Üstəgəl 140, burada çıx 40 yazacaq. Aydınmı? Və bərabər sağa sola tənlik düz alınacaq. Amma səhvdir, yəni düşüncəniz səhvdir. Niyə səhv olduğunu deyirəm. Biz burada istəyirik ki, mənim ayaqqabılarım nə qardaş xeyri istəyirəm, nə də ziyan istəyirəm. Yəni nə xeyrim olsun, nə də ziyana gedim. Və bunu da mən qarşıladım. Xeyrimi istəmirəm, ona görə gəlir çıxdım, lazım deyil mənə gəlir. Və ziyan düşmək istəmirəm, ona görə ziyanı qarşıladım. Bərabərlik yazacağam. Yəni öz qiyməti olsun. İndi buradan həll eləsək, 6x bərabərdir 180, x də bərabər 30. Mağazada neçə ayaqqabı var? Mağazada 30 ayaqqabı var. Nə dediyimi təkrar baxın, analiz eləyəcəksiniz. Bərabərsizlik bilirik ki, son 3-4 ilin MİQ və sertifikasiya imtahanında bərabərsizlik bizim yol yoldaşımızdır. Hər dəfə düşür. 2x minus 2 böyükdür, bərabərdir 22-dən.
kiçikdir bərabərdir 30-dan. Biz nə demişdik? Ortada çıxma varsa sağa sola toplamasından keçəcək. 2x böyükdür bərabərdir 2, bu bir tərəfə keçəcək, olacaq 24. Kiçikdir bərabərdir, bu bir tərəfə keçəcək, olacaq 32 və özü də buradan silinəcək, yoxa çıxacaq. Sonra davam eləsək, hər tərəfini bunun 2-yə bölüb sadələşdirsək, x böyükdür bərabərdir 12, kiçikdir bərabərdir 16. Hər tərəfini 2-yə böldük. İndi bərabərsizliyini ödəyən tək ədədlərin cəmini tapın deyir. Bu şərti ödəyən tək ədədlər, bu aralıqda hansı ədədlər var? 13 var, daha doğrusu elə 12-nin özü var, bərabərdir olduğuna görə. 12 var, 13 var, 14 var, 15 var. Tək ədədlər dediyinə görə tək ədədlər ancaq olacaq 13 və 15. Bunların da cəmi 13 ilə 15 elədir 28. Amma məsələn, neçə dənə ədəd var desə cavab 4 olardı. Hamısının cəmi desə hamısını toplayardıq. Yəni bunlarda diqqətli olun. Doğru cavab elədi müəllimlər. B variantı. Sonra növbəti sualımız. Bu sualda yəqin ki müəllimlər xatırladı. 2024-ün MİQ sualıdır, amma sertifikasiyaya da düşmə ehtimalı 90% olan sual. Ümumiyyətlə bu fiqurların kombinasiyasından suallar düşür. Uzunluğu enindən 4 dəfə böyük olan, sahəsi 64 kvadrat santimetr olan 4 düz bucaqlını yan-yana qoydular. Alınan fiqurun perimetrini tapın. Əvvəlcə bu fiqurun, yəni bu 4 dənə düz bucaqlıdan birinin biz en və uzunluğunu tapaq. Kənarda bunu qeyd edirəm. Uzunluğu enindən 4 dəfə böyük. O zaman bunu biz enini x götürəcək, uzunluğunu 4x götürəcək. Sahəsində 64 kvadrat santimetr verilib. Bir-birinə vursaq, eləyəcək 4x kvadratı bərabərdir 64. X kvadratı bərabərdir 16. Nəyin kvadratı 16 eləyir? 4-dür. Demək, biz tapdıq ki, bu düzbucaqlılardan birinin eni 4-dür, uzunu 16-dır. İndi bunları birləşdirib bir fiqur almışıq. Gəlin bu fiqurun perimetrini tapaq. Perimetr bütün kənar xətlərin cəmi olduğundan qeyd eləyəcəyik. 4 bura yazıram. 16-ları, 4 və 16-ları yerləşdirək. 4 buradır, uzunluq 16-dır. Sonra burada 4 var. Burada 16 var. Burada 4 var. 16 var. 4, 16, 4, 16. Aha. Bizim biraz işimizi çətinləşdirən qism hansıdır? Hissə hansıdır? Buradan bura qədər olan hissə, buradan bura qədər olan hissə və buradan bura qədər olan hissə. Çünki bunları gözümüzü yumub 16 və ya 4 yaza bilmirik. Əslində o da tapmaq da onu da çətin deyil. Buradan bura bütövi bilirik ki 16'dır. Amma bura bizə lazım deyil. Bizə lazım olan bax buradan buradır. Buradan bura necə tapacağıq? Buradan bura 4-dürsə, buradan bura bütövi də 16-dırsa demək bura qaldı 12. Əla. Yenə də buradan bura bütövi 16-dır. Buradakı bu 4-ü buradan kəsib çıxarsaq bura qalar 12. Eyni zamanda da bu tərəf, bax bu tərəf. Bütövi buradan bura qədər, baxın görsənir burada 16-dır. Amma mənə bura qədər olanı lazım deyil. Demək bura qədər 4 idi. 4-ə çıxanda burada 12. Əla. Demək bütün ölçüləri mən artıq bildim. İndi bunları rahat hesablamaq, imtahan həyəcanından elementar səhvlər eləyib bunu birini az yazarsan, birini çox yazarsan, ona görə daha sadə bir yol göstərirəm sənə. 4-lərə baxaq. Harda 4-lər yazmışıq? Burada bu 4-lər sizi buradakı 4-lər çaşdırmasın. Aha, 4-lər burada var, burada var. Gəlin 4-ləri sayaq görək, neçə dənə 4-ümüz var? 1, 2, 3, 4, 5. 5 vurulsun 4. Yəni bu içəridəki bu xətlər bizə lazım deyil. Perimetr kənar xətlərdir. Sonra gəlin 16-ları sayaq. 16-lar 1, 2, 3, 4. 4, bir də burada da 5. Üstə gələk 5 vurulsun 16. 12-lərimiz də var. 12-ləri unutmuruq. 1, 2, 3. 3 dənə də 12 var. Üstə gələk 3 vurulsun 12. Bərabərdir. 20, üstə gələk 80, üstə gələk 36. 100 toplasaq 136. Doğru cavab elədi. Y variantı. Hansı ki bu sualda nə qədər müəllim səhv eləmişdi. Artıq yolun izini öyrənəndə görürsünüz ki, qeyri-adi heç nə yoxdur. Bu qədər müəllimlər. İmtahana qədər sizə dəstək xarakterli həm MİQ, həm də sertifikasiya videolarımız davamlı olacaq. Siz isə bu videolardan yararlanırsınızsa sadəcə olaraq kanala abunə olun. Rəy bölməsində neçə səhv, neçə düz olduğunuzu bildirin. Bu qədər. Hər birinizi uğurlar arzulayıram. İnşallah növbəti izahlarda görüşərik müəllimlər. Hələlik.